Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Mən Gülər Orcova, FES Akademinin riyaziyyat müəllimiyəm. Bugün sizinlə birlikdə təqdim etdiyimiz sınağın izahına baxırıq. Lakin sınavın izahına keçməzdən öncə xatırlatmaq istəyirəm ki, əgər sizlər də bizim dərslərimizdən, həm ödənişli, həm də ödənişsiz dərslərimizdən faydalanmaq istəyirsinizsə, bax ekranda gördüyünüz 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə başlayaq suallarımızın izahına. Baxırıq birinci sualı. Birinci sualda bizə deyir ki, verilən bu A və B vektorları vahid vektorlar olarsa, buna əsasən C vektorunun uzunluğunu tapın. Vahid vektor nə deməkdir? Uzunluğu 1-ə bərabər olan vektordur. Yəni A vektorunun uzunluğu da 1-ə bərabər olmalıdır. B vektorunun uzunluğu da bərabər olmalıdır 1-ə. Bəs yaxşı uzunluğu necə tapacağım? Kök altında bax verilənləri kvadrata yüksəldin. X kvadrat üstə gəl 0-ın kvadratı 0 eləyir, 1-in kvadratı 1 eləyir. Bərabər olmalıdır 1-ə. Burada olur kök altında x kvadrat bərabərdir 1-ə. Daha doğrusu kök altında x kvadrat üstə gəl 1 bərabərdir 1-ə. Hər iki tərəfi kvadrata yüksəldəndə olur x kvadrat üstə gəl 1 bərabərdir 1-dirsə, x kvadrat bərabər olur 1 çıxılsın 1 0-a. Buradan x-in qiyməti 0 alınmış olur. Digər tərəfdən B üçün bunu yazsaq. Kök altında 0,6-nın kvadratı eləyir 0,36. Üstə gəl y-ın kvadratı, üstə gəl 0-ın kvadratı 0-dır, bərabər olmalıdır 1-ə. Burada olur kök altında 0,36 üstə gəl y-ın kvadratı bərabərdir 1-ə. Hər iki tərəfi kvadrata yüksəldəndə kök itir. Olur 0,36 üstə gəlsin y-ın kvadratı bərabərdir 1-ə. Buradan da y kvadrat bərabərdir 1 tam çıxılsın 0,36 eləyir 0,64. İndi belə deyək, nəyin kvadratı 0,64-dür? Y bərabərdir, müsbət mənfi, deməli 0,8 ola bilər. Deməli, tapdıq ki, x və y-ın qiyməti. X-in qiyməti 0-dır, y-ın qiyməti ya müsbət 0,8 olacaq, ya da mənfi 0,8 olmuş olacaq. Əslində, bunun fərqi yoxdur, çünki niyə görə? Mən vektorun uzunluğunu tapıramsa, yenə onları kök altında kvadrata yüksəldib hesablayacağım. Yəni, uzunluğunu tapanda, baxın, yazıram ki, kök altında 0-ın kvadratı 0 edir, üstə gəl. Elə 0,8-in kvadratda fərqi yoxdur, yenə 0,64 edəcək. Və bu da kök altından bərabərdir 0,8 çıxmış olacaq. Yəni, testimizin düzgün cavabı burada 0,8 A variantı, A bəndi alınmış olur. Belə, keçək növbəti suala. Baxırıq ikinci suala. İkinci sualda bizə deyir ki, x set müstəvisinə nəzərən verilən bu P nöqtəsi ilə simmetrik olan nöqtəni tapın. Əgər sizdən x set müstəvisinə nəzərən olan soruşursa, baxın, x ilə z olduğu kimi qalacaq. Yəni, -3 və -1 olduğu kimi qalacaq. Amma bu y, yəni mənfi kök altında 2 əksinə dəyişmiş olacaq. Olacaq müsbət kök altında 2. İndi, -3, müsbət kök altında 2 və -1, baxın, düzgün cavab A bəndi, yəni simmetrik olan nöqtə, bax, bu nöqtə olmuş olacaq. Belə, keçək növbəti suala. Baxırıq üçüncü suala. Üçüncü sualda deyir ki, xaricdən toxunan iki çevrəyə onların toxunma nöqtəsindən keçməyən iki ortaq toxunan çəkilmişdir. Kiçik çevrənin radiusu 6 cm, toxunanların kəsişmə nöqtəsindən böyük çevrənin mərkəzinə qədər olan məsafə 36 cm-dir. Buna əsasən böyük çevrənin radiusunun kiçik qiymətini tapın. Böyük çevrənin radiusunun kiçik qiymətini istəyir. Baxın, bu bizim olsun böyük çevrəmiz. Bir də kiçik çevrəmiz var. Gəlin belə edək. Bunların deməli bir dənə ortaq toxunanı olmuş olacaq. Bu toxunanı öncədən bu formada qeyd edək. Baxın, bu formada qeyd etsəm. Deyək ki, bu bunların ortaq toxunanlarıdır. Şəkli çəkək. Baxın, şəkil bu formada olmuş olacaq. Deməli, xaricdən toxunan iki çevrə var. Onların bir ortaq toxunanı çəkilmişdir. Amma necə? Bu toxunma nöqtəsindən keçməyən, deməli, digər iki ortaq toxunanı çəkilmişdir. Kiçik çevrənin radiusu 6-dır. Amma toxunma nöqtəsindən, baxın, buradan, kənardakı böyük çevrənin mərkəzinə qədər olan məsafə 36 cm-dir. Kiçik çevrənin mərkəzinə qədər olan məsafəni bilmirik. Bizdən tələb etdiyi böyük çevrənin radiusudur. Əgər bu mərkəzdən toxunma nöqtəsinin radiusu çəkilirsə, bu da perpendikulyar çəkilir. Mərkəzdən çəkiləndə bu da perpendikulyar çəkilmiş olur. Deməli, burada 90 dərəcə bucağı əmələ gəlir, burada da.
bura mərkəz olsun. Deyək ki, bu O1 mərkəzidir. Bu da O2 mərkəzidir. Kiçik çevirən radiusunu bilirsiniz. Hər biri 6-dır. Bu da 6-dır. Bu da 6-dır. Bu da 6-dır. Amma böyük çevirəni bilmirəm. Bura böyük R yazıram. Burada böyük R yazıram. Bir də buradan bura qədər olan məsafə, baxın. Bütöv bu məsafə bərabər olmalıdır 36 santimetrə. Burada iki oxşar üçbucaq var. Bax, gördüyünüz bu birinci düzbucaqlı üçbucaq ilə gördüyünüz bu ikinci düzbucaqlı üçbucaq bir-birinə oxşardır. Əgər bunlar bir-birinə oxşardırsa, uyğun tərəflərin nisbəti də bir-birinə bərabər olmalıdır. Yəni, burada 6-nın R-ə nisbəti və R-in 6-ya nisbəti fərqi yoxdur. Bərabər olmalıdır hipotenuzlar nisbətinə. Bizim deyək ki, bu böyük, deməli, böyük düzbucaqlı üçbucağın, bax, hipotenuzun uzunluğu var. Bu 36-dır. Bəs bu kiçik düzbucaqlı üçbucağın hipotenuzun nəyə bərabər olduğunu bilirikmi? Gəlin birinci növbədə bunu tapaq. Bax, mən buranı tapmaq istəyirəmsə, bu hissəni tapmaq istəyirəmsə, ümumi məsafədən 36-dan bir çıxmalıyam buradakı 6-nı, bir də çıxmalıyam buradakı radiusu. Bax, sırf bunun, yəni hipotenuzunu tapmaq üçün ümumi 36-dan 6 və R-i çıxıram. Bu deyilir 30 çıxılsın R. Deməli, tapdıq ki, buradakı hipotenuz 30 çıxılsın R-ə bərabərdir. Amma böyük hipotenuzumuz bu 36-dır. Bunu unutmayaq. İndi isə gəlin oxşarlığa görə yazaq ki, deməli, baxın, buradakı 6-nın, yəni bu katetin, R katetinə nisbəti bərabər olmalıdır hipotenuzun 30 çıxılsın R-in 36 hipotenuza nisbətinə. Bunları çarpaz vuranda, deməli, R-i vururam 30-a. Bu eləyir 30R çıxılsın R kvadrat bərabər olmalıdır. 6-nı 36-ya vuranda 216. Bunları keçirdirəm digər tərəfə. Olur müsbət R kvadrat çıxılsın 30R üstə gəlsin 216 bərabərdir 0-a. Bunu vurğulara ayırsaq, deməli, bir dəfə olacaq. R çıxılsın 18 vurulsun R çıxılsın 12 bərabərdir 0-a. Hasil nə zaman 0 olar? Ayrı-ayrıda vurğuları 0-a bərabər etsək. R çıx 18-i 0-a bərabər etsək, burada radiusun qiyməti 18 olur. R çıx 12-ni 0-a bərabər etsək, burada radiusun ikinci qiyməti isə müsbət 12-yə bərabər olmuş olur. Bizdən tələb etdiyi böyük çevrənin radiusunun, yəni böyük R-in kiçik qiymətini tapmaqdır. Təbii ki, 18 yoxsa 12 daha kiçikdir. Əlbəttə ki, kiçik qiymət 12-yə bərabər olmuş olur. Yəni, 3-cü sualda testimizin doğru cavabı olur B bəndi. Keçək növbəti suala. Baxırıq 4-cü suala. 4-cü sualda bizə deyir ki, bütün ədəd oxunda azalan fx və artan gx funksiyaları yalnız müsbət qiymətlər alır. Verilən bu funksiyanın, baxın, verilən qiymətlərindən hansı ən böyükdür? Əgər gx funksiyası artan funksiyadırsa, 1 bölünsün gx funksiyası olacaq azalan. Və fx funksiyasında bizə onsuz da azalan funksiya verib. 2 azalan funksiyanı topladıqda nəticədə yenə bir azalan funksiya alınmış olacaq. Gəlin azalan funksiyada qaydanı, yəni şərti yadımıza salaq. Biz deyirdik ki, əgər x1 kiçikdir x2 şərti ödənərsə, onda hx1 böyükdür hx2 şərti ödənməlidir. Yəni, əgər siz bu funksiyanın ən böyük qiymətini axtarırsınızsa, verilən x-lardan ən kiçiyini götürməlisiniz. İndi gəlin baxaq. Bu 3də 1, təqribi olaraq bu 0 tam dövrdə 3 deməkdir. Bu 5də 3, 0 tam 10-da 6 deməkdir. 6-da 5, təqribi olaraq 0 tam 10-da 8 ardın yazmıram. 4də 1, 0 tam 100-də 25 deməkdir. 7də 3 isə təqribi olaraq 0 tam 10-da 4 ardın yazmıram. Baxın, bunlara bərabər olmuş olur. Yenə deyirəm, bizim axtardığımız x-lar içərisində x1, yəni x belə deyim, ən kiçik olmalıdır. Və diqqətlə baxsaq, hansı ən kiçikdir? Təbii ki, 4də 1, yəni 0,25 kiçik qiymət olmuş olur. Əgər x-in qiyməti kiçikdirsə, funksiyanın özünün qiyməti ən böyük qiymət olmuş olacaq. Buna görə testimizin doğru variantı olur D bəndi. Keçək növbəti suala. Baxırıq 5-ci suala. 5-ci sualda deyir ki, verilən bu ifadəni hasil şəklində göstərin. Deməli, bu 3 olduğu kimi qalacaq, vurulsun. Amma kosinus 4 alfa üstə gəl kosinus 2 alfanı cəmdən hasilə çevirməliyik. Necə olacaq? 2 vurulsun kosinus, baxın, alfa üstə gəl betanın yarısı. 4 alfa ilə 2 alfanın cəmi 6 alfa eləyir. Onun yarısı olur 3 alfa. Vurulsun. Yenə kosinus 4 alfadan 2 alfanı çıxırsınız. 2 alfa eləyir. Onu da 2-yə böləndə olur alfa.
Bu da bərabərdir. 3'ü vursaz 2'ye. Bu edir 6 və kosinus 3 alfa vurulsun kosinus alfa olduğu kimi qalır. 6 vurulsun kosinus 3 alfa vurulsun kosinus alfa. Deməli, testin düzgün cavabı B variantı, B bəndi alınmış olur. Belə, keçək növbəti suala. Baxırıq 6-cı sual. 6-cı sualda deyir ki, M çoxluğu 60 ədədin natural bölənlər çoxluğudur və buna əsasən bu çoxluğun elementlər sayını tapın. Birinci növbədə gəlin 60'ı sadə vurgulan hasili şəklində göstərək. 60 deməli 4 dəfə 15 demək düzdür. 4'ü yazaq 2'nin kvadratı şəklində, 15'i də yazaq 3 dəfə 5. Yəni 3 üstü 1, bu da 5 üstü 1 deməkdir. İndi natural bölənlər çoxluq deyəndə natural bölənlərin sayı necə tapılırdı? Baxın, bu qüvvətləri götürürdük. Yalnızca bunların üstünə 1 gəlib bir-birinə vururduq. 2'nin üstünə 1 gəlməsiz. Yəni bu üstəgəl 1 düsturda var idi. 1 üstəgəl 1, əlavə olaraq 1 dənə də 1 üstəgəl 1. Bu da bərabərdir. 2'nin üstünə 1 gələndə 3 eləyir, 1'in üstünə 1 gələndə 2 eləyir və yenə 2 olmuş olur. 3 vurulsun 4, düzgün cavab 12 alınmış olur. Yəni testimizin doğru variantı olur B bəndi. Keçək növbəti suala. Baxırıq 7-ci sual. 7-ci sualda deyir ki, limit en sonsuzluğa yaxınlaşanda 7'nin üstəgəl 1 vurulsun sinus 1 bölünsün en limitini hesablayın. Deməli, birinci növbədə bu en sonsuzluğa yaxınlaşanda burada bizə bir kəsr lazımdır və xüsusən də sinus 1 bölü n'i görürəmsə, bunu birinci görkəmli limitə gətirmək lazımdır. Yazıram ki, limit en sonsuzluğa yaxınlaşdıqda, deməli bu formada göstərirəm. 7n üstəgəl 1 vurulsun sinus 1 bölünsün n. İndi məxrəcdə bu formada n vurulsun 1 bölünsün n kimi yazıram. Yəni əslində heç bir fərqi yoxdur. Onsuz da bunlar n-dən ixtisar gəlində məxrəc 1 qalır, yəni eyni ifadənin özünü almış olacam. Sadəcə bunu hasil şəkildə göstərməkdə məqsədim odur ki, ayrı-ayrılıqda deməli hasillərin limiti kimi göstərim. Yəni limit n sonsuzluğa yaxınlaşdıqda yazaq burada 7n üstəgəl 1 bölünsün n-ə vurulsun. Burada da deməli limit n sonsuzluğa yaxınlaşdıqda sinus 1 bölünsün n-in deməli 1 bölünsün n-ə nisbət. Bu da bərabərdir. Bax, bu hissə sizə 1 cavabını verəcək. Bax, bura sizə 1 cavabını verir. Qalır sadəcə limit n sonsuzluğa yaxınlaşdıqda 7n üstəgəl 1 bölünsün n. Burada da sürətlə məxrəcin dərəcələri eyni olduğu üçün sadəcə 7'nin 1'ə nisbətini götürürəm. Onun da düzgün cavabı 7 alınmış olur. Yəni 7-ci sualda elə düzgün cavabımız 7 olmuş olur. Testin doğru variantı olur Y bəndi. Keçək növbəti suala. Baxırıq 8-ci suala. 8-ci sualda deyir ki, verilən bu ifadənin qiymətini tapın. Bu olur 3 vurulsun 3-cü dərəcədən kök altında. Gəlin bunu çevirək. Olacaq mənfi 27-də 2 dəfə 27, 54, üstünə də 10 gələndə 64. Üstəgəl 4 vurulsun 5-ci dərəcənin kök altında. Hələ ki buna dəyməyə 32'də 1 olmuş olsun. Bərabərdir. Bu olacaq 3 vurulsun 3-cü dərəcənin kök altında mənfi 27, 64'dən. Deməli, mənfi 3'də 4 çıxacaq. Üstəgəl bu da olacaq 4 vurulsun 5-ci dərəcənin kök altında 32'də 1'dən də 2'də 1 çıxmış olacaq. Bərabərdir. Bu 3 ilə bu 3 ixtisar gedəcək, qalacaq mənfi 4. Bu 4 ilə də bu 2 ixtisar gedəcək, qalacaq müsbət 2. Mənfi 4'ün də üstünə 2 gələndə düzgün cavab mənfi 2 alınmış olacaq. Yəni 8-ci sualda testimizin düzgün cavabı olur D bəndi. Keçək növbəti suala. Baxırıq 9-cu sual. 9-cu sualda deyir ki, sinus 4x bərabərdir kök altında 3 kosinus 2x olarsa bu tənliyi həll edin. Gəlin sinus 4x'i sinus 2 alfa düsturuna görə açaq. Olacaq 2 vurulsun sinus 2x vurulsun kosinus 2x bərabərdir kök altında 3 kosinus 2x-a. Burada hər tərəfi kosinus 2x-i ixtisar apara bilərsiniz, amma bir şərtlə ki, kosinus 2x-i bax burada kənarda 0-a bərabər edəsiniz. Kosinus 2x bərabərdir 0-dırsa bu bunun xüsusi halı idi. 2x bərabərdir kosinus 0-ı harda? Orada pi bölünsün 2 üstə gəlsin pi n-də. Və burada da x-i tapmaq üçün hər birini 2-yə bölməlisiniz. Olacaq pi bölünsün 4 üstə gəlsin pi bölünsün 2 deməli n. Bu birinci. Digər tərəfdə isə 2 sinus 2x bərabər etməlisiniz kökdə 3-ü. Buradan xətt çəkək. Deməli 2 sinus 2x bərabər olmalıdır kök altında 3'ə. Buradan sinus 2x bərabərdir kök altında 3 bölünsün 2'yə. Buradan 2x bərabər olmalıdır
Deməli, mənfi 1 üstü k vurulsun. Sinus kök altı 3 bölünsün 2'ni harda alır? Pi bölünsün 3'də. Pi bölünsün 3, üstə gəlsin pi k. Buradan da x-i tapmaq istəyirsinizsə 2'yə bölməlisiniz. Olacaq mənfi 1 üstü k vurulsun. Pi bölünsün 6, üstə gəlsin. Pi k bölünsün 2. Baxaq cavabımız harda qeyd olunub. Pi bölünsün 4 üstə gəlsin. Pi n bölünsün 2. Bəli, mənfi 1 üstü k vurulsun. Pi bölünsün 6. Üstə gəlsin. Pi k bölünsün 2. Aha, B bəndində. Düzgün cavabımız baxın B bəndində qeyd olunub. Ona görə testimizin doğru variantı B bəndi alınmış olur. Belə. Keçək növbəti suala. Baxırıq 10-cu sual. 10-cu sualda baxın, belə bir ifadə verib. Deyir, bu ifadənin qiymətini hesablayın. Diqqətlə baxsaq, loqaritm 14 əsasdan 98 var. Yenə 14 əsasdan 98, sonra 14 əsasdan 2 verib. Burada 14 əsasdan 2-nin kvadratı verib. Gəlin biz loqaritm 14 əsasdan 98-ə bir x deyək. Amma loqaritm 14 əsasdan 2-yə bir y deyək. Yəni ifadə bu formada olmuş olur. X-in kvadratı çıxılsın. 6 vurulsun x, y, çıxılsın y-in 7y-in kvadratı. Məxrəcdə də loqaritm 14 əsasdan 98 yazılıb. Yəni x çıxılsın 7y. Baxın, siz surəti vurğulara ayırmağa çalışsanız, x-i x-a vuranda x kvadrat eləyir. Mənfi 7y da, deməli 1y vuranda belə yazaq. Bax, 1y vuranda alınır mənfi 7y-in kvadrat. Hətta çarpaz vurub toplayanda da mənfi 6xy alınır. Ona görə vurğulara ayırmada olacaq. Bir dəfə x üstə gəlsin y. Digər mötərizədə isə x çıxılsın 7y. Həmçinin məxrəcdə də x çıxılsın 7y. Və bununla bu ixtisar gedir, bərabərdir. Nə qalmalıdır? X üstə gəlsin y qalmalıdır. Mən də x-in cavabını, yəni qiymətini yazdıram yerini əvəz etdiyimi. Loqaritm 14 əsasdan 98. Üstə gəl, bir də y əvəz etdiyimi yazıram. Yəni loqaritma 14 əsasdan 2. Bu da əsasları eyni olanların toplaması olduğuna görə bir-birinə vurulacaq. Yəni loqaritm 14 əsasdan 98-i vuranda 2 eləyir 196 və bu da nə olmuş olur? 196 da 14-ün kvadratı olmuş olur. Düzgün cavab 2, yəni A variantı A bəndi alınmış olur. Keçək növbəti suala. Baxırıq 11-ci sual. 11-ci sualda deyir ki, rombun diaqonallarının kəsişmə nöqtəsindən rombun tərəfinə çəkilmiş perpendikulyar həmin tərəfi 4 bölünsün 5 nisbətində bölür. Rombun kiçik diaqonalı 36 kökdə 5 olarsa, bu rombun böyük diaqonalını tapın. Baxın, bu bizim üçün olsun romb. Rombun diaqonallarının kəsişmə nöqtəsindən. Deməli, bu rombun birinci kiçik diaqonalı olsun, bu da böyük diaqonal olmuş olsun. Bax, bunların kəsişmə nöqtəsindən, yəni bax buradan tərəfinə deyir çəkilmiş perpendikulyar. Bax, belə bir perpendikulyar çəkdiniz. Hansı nisbətdə bölür? 4 bölünsün 5 nisbətində olmuş olacaq. Deməli, baxın, 4 bölü 5 nisbətində bölürsəm, mən buranı 5 pay, buranı 4 pay olaraq götürəcəm. Niyə görə? Çünki bu böyük diaqonaldırsa, bura x yazıramsa, böyük diaqonal uyğun olan proyeksiya böyük olmalıdır. Kiçik diaqonal uyğun olan, belə deyək də, bu kiçik diaqonaldır, 36 kökdə 5-dir. Siz bunu yarı bölürsünüz, eləyir 18 kök altında 5. Bax, bu kiçik katetə uyğun olan, deməli, proyeksiya isə kiçik olmalıdır. Bir daha təkrar edirəm. Söhbət, bax, bu düzbucaqlı üçbucaqdan gedir. Bu düzbucaqlı üçbucaqda böyük katetə uyğun olan proyeksiya böyük oldu. Kiçik katetə uyğun olan proyeksiya isə kiçik olmuş oldu. Və biz bilməliyik ki, düzbucaqlı üçbucaqda buna hündürlük kimi baxsaq, baxın, məsələn, bir düzbucaqlı üçbucaq kimi baxsaq, x kvadratının 18 kökdə 5-in kvadratına olan nisbəti, x kvadratının oxşarlıq kimi getirəm, bölünsün, 18 kök altında 5-in kvadrat nisbəti bərabər olmalıdır. Deməli, 5-in 4-ə nisbəti. Baxın, bunu hansı qaydaya əsasən getdim? Əgər bu düzbucaqlı üçbucaqdırsa, bu qayda düzbucaqlı üçbucaqda metrik münasibətlər bölməsindədir. Əgər buradan hündürlük çəkmisinizsə, baxın, bu olsun bizim A katetimiz, bu da olsun B katetimiz. Bu da M və N idi. Biz deyirdik ki, A kvadratının B kvadratına olan nisbəti bərabərdir M-in N-ə nisbətinə. Baxın, bu formada götürdüm. X kvadratının 18 kökdə 5-in kvadratına nisbəti bərabərdir 5-in 4-ə nisbətinə. Onda buradan x kvadratı bölünsün 18 kök altı 5-in kvadratı, belə götürək də 18-in kvadratı vurulsun 5 götürək. Bərabərdir 5 bölünsün 4-ə. Buradan x kvadratını tapmaq üçün 18-in kvadratı vur 5 vur 5-i bölməliyik 4-ə.
və ümumilikdə buradan x-i tapsaq 18 vurulsun 5 bölünsün 2 olmuş olacaq. Bununla bunu ixtisar aparsam 9, 9 da 5-ə vursam düzgün cavab 45 alınmış olacaq. Əgər buradan bura qədər olan hissə 45-dirsə, buradan da aşağıya olan hissə 45 olacaq. Deməli 2 vurulsun 45, yəni bu rombun böyük diaqonalın uzunluğu düzgün cavab 90-a bərabər olmuş olur. Testimizin düzgün cavabı olur 90. Belə, keçək növbəti suala. Baxırıq 12-ci sual. 12-ci sualda bizə deyir ki, 10x kvadrat üstəgəl x, y çıxılsın 3y-in kvadratı bərabərdir 19 olarsa, bu bərabərliyi ödəyən deyir x və y natural ədədlərinin hasilini tapın. Birinci növbədə gəlin bu solda verilən ifadənin vurğulara ayıraq. Deməli, vurğulara ayıranda 2x-i 5x-ə vuranda 10x kvadrat eləyir. Mənfi y-i da 3y-a vuranda eləyir mənfi 3y-in kvadrat. Yoxlaya bilərsiniz. Bunu buna vuranda müsbət 6xy, bunu buna vuranda mənfi 5xy. Toplayanda müsbət xy bərabər olmuş olur. Onda vurğulara ayıranda yazacağım ki 2x çıxılsın y, vurulsun 5x üstə gəlsin 3y bərabərdir 19-dursa, 19 sadə ədəddir. Vurğuları 1 və 19 olmuş olacaq. Fərqi 1-ə bərabər edirsiniz, cəmi 19-a bərabər edirsiniz. Yəni 2x çıxılsın y bərabərdir 1-ə. Digər tərəfdən 5x üstə gəlsin 3y bərabərdir 19-a. Sistemi alsaq, yuxarını 3-ə vursam, baxın, yuxarının hər bir həddini 3-ə vursam, eləyəcək 6x çıxılsın 3y bərabərdir 3-ə. Aşağına olduğu kimi saxlasam, 5x üstə gəlsin 3y bərabərdir 19-a. Və alt-alta toplasam, 3y-lar gedir, 11x bərabərdir 22-yə, buradan x bərabərdir 2 alınmış olur. Əgər x 2-dirsə, gətirib burada yerinə qoyub hesablayaq. 2 vurulsun 2, 4, çıxılsın y bərabərdir 1-dirsə, buradan da y-in qiyməti 3 alınmış olur. Siz y-in qiymətini 3, x-in qiymətini 2 tapdığınıza görə x, y hasilini istəyir. Baxın, ödəyən natural ədədlərin hasili. Buna görə testin düzgün cavabı 6 alınmış olur. Belə, keçək növbəti suala. Baxırıq 13-cü suala. 13-cü sualda deyir ki, verilən bu ədədi silsilədə A4 bərabərdir 3 olarsa, silsilə fərqinin hansı qiymətində A2 vurulsun A5 hasili ən böyük qiymət alır. Baxın, artıq bu hissə, yəni hasil ən böyük qiymət alır. Burada bizə bir törəmənin olduğunu deyir. Çünki törəmədə açar sözlərdən biri var idi. Açar sözlər var idi ki, onlardan biri də bax bu ən böyük sözü idi. Deməli, nə edəcək? Bu ifadəni gəlin açılışını yazaq. A2-ni yazıram. A4, yəni A4-dən istifadə etməliyəm. Çıxılsın 2-dir. Vurulsun. A5-i yazıram. A4 üstə gəlinsin 1-dir. A4 üstə gəlinsindir. Bax, bu hasilin törəməsini tapıb bərabər etmək lazımdır 0-a. Bərabər edirsiz 0-a. A4-ün yerinə gətirib 3 yazıram. 3 çıxılsın 2-dir. Vurulsun 3 üstə gəlinsindir. Bərabərdir. Daha doğrusu 3 üstə gəlsindir. Bunun törəməsi bərabərdir 0-a. Əvvəlcə bu ifadəni sadələşdiririk. 3 vurulsun 3, 9. Bu eləyir müsbət 3-dir. Baxın, bunu buna vuranda eləyir mənfi 6-dir. Yəni, mənfi 6-dir, üstə gəl müsbət 3-dir. O sizə verəcək mənfi 3D-ni. Və 2D-ni, mənfi 2D-ni də D-yə vuranda eləyəcək mənfi 2D-nin kvadratı. Bunun törəməsi bərabər olmalıdır 0-a. 9-un törəməsi 0-dır. Mənfi 3D-nin törəməsi mənfi 3-dür. Bunun da törəməsi 4D olmuş olacaq. Bu bərabərdir 0-a. Buradan mənfi 4D bərabərdir müsbət 3-dürsə, D də bərabər olacaq 3 bölünsün mənfi 4. Yəni, bunu mənfi 0,175 olaraq qeyd edə bilərsiniz. Deməli, 13-cü sualda testimizin düzgün cavabı olur mənfi 0,75. Keçək növbəti suala. Deməli, baxırıq 14-cü sual. 14-cü sualda bizə belə bir bərabərsizlik verir. Deyir, bu bərabərsizliyin tam həllərinin cəmini tapın. Baxın, surətin siz yəni, diqqətlə diskriminantını hesablamış olsa, diskriminant kiçikdir 0, yəni almış olacaqsınız. Və burada A misalı da 1-dir. Yəni, A da böyükdür 0-dan. A böyükdür 0, diskriminant da kiçikdir 0 olanda bu ifadə hər zaman müsbətdir. Yəni, bu ifadə hər zaman böyükdür 0-dan. Bu müsbətdirsə hər zaman, x üstə gəl 3-ün kvadratda müsbətdirsə, sadəcə bir dənə şərti burada nəzərə almaq lazımdır ki, x-in qiyməti mənfi 3-ə bərabər ola bilməz. Çünki məxrəc 0 olmaz. Bu müsbətdir, bu müsbətdir. Deməli, bu ifadə avtomatik mənfi olmalıdır ki, mən kiçikdir 0 şərtini, yəni bu bərabərsizliyi ödəyə bilsin. Ona görə yazırsınız, x vurulsun, x çıxılsın 5, sadəcə kiçikdir 0-dan. Köklərdən biri 0-dır, biri 5-dir. Ədəd oxu üzərində göstərməlisiniz. İkisinin də içərisi boş şəkildə olmalıdır.
və ayırırıq bu formada intervala. X-i x-ə vuranda x kvadrat, yəni müsbət x kvadrat alınacağı üçün kənarlar müsbət olacaq, orta mənfi olacaq. Bu da x kiçikdir 0, daha doğrusu ifadə kiçikdir 0 şərtinə görə mənfi hissə iştiqlənməlidir. Deməli, bunun cavabı 0 və 5 aralığı olmuş olacaq. Baxın, x-in bu mənfi 3 qiyməti də bu aralığa daxil olmadığı üçün deməli, burada götürülmür. Bu nəzərə alınmır. 0 ilə 5 aralığında, baxın, bu bərabərliyi ödəyən tam həllərin cəmini istəyir sizdən. Hansı tam həllər var? 1, 2, 3 və 4. Ümumi tam həllərin cəmi düzgün cavab topladıqda 10-a bərabər olmuş olur. Yəni 14-cü sualda testimizin düzgün cavabı olur 10. Keçək növbəti suala. Baxırıq 15-ci sual. Deyir ki, verilən bu tənliyin kökləri cəmini tapın. Hasil nə zaman 0-a bərabər olar? Vuruqlar ayrı-ayrıda 0-a bərabər olarsa. Deməli, bir dəfə 121 çıx x kvadratı bərabər edirsiniz 0-a. Digər tərəfdən kök altında 5 çıxılsın x-i bərabər edirsiniz 0-a. Kök altında 5 çıx x 0-a bərabərdirsə, deməli, buradan 5 çıx x-in özü də 0-a bərabər olmalıdır. Keçirəm bu tərəfə. 121 çıx x kvadrat 0-dırsa, x kvadrat bərabər olur 121-ə. Burada x-in 2 qiyməti olur. 1, müsbət 11 qiyməti. Bir də mənfi 11 qiyməti olmuş olacaq. Sadəcə, müsbət 11 qiyməti bu kökün altını ödəmir. Çünki 5 çıx 11 isə mənfi cavab verir. Bu da olmaz. Deməli, bu kənar kökdür. Amma mənfi 11 cavabı ödəyir. Buradan da kök tapsaz, deməli, x bərabər olacaq, müsbət 5 alınmış olur. Buna da x3 deyək. Və bizdən bu köklər cəmini soruşur. Mənfi 11 ilə müsbət 5-i də toplasaz, deməli, testin düzgün cavabı mənfi 6-ya bərabər olmuş olur. 15-ci sualda testimizin düzgün cavabı olur mənfi 6. Keçək növbəti suala. Baxırıq 16-cı sual. 16-cı sualda deyir ki, düz xəttdən 3 sm məsafədə yerləşən nöqtədən bu düz xəttdə uzunluqları 5 sm olan 2 mail çəkilmişdir və verilən bu maillərin oturacaqları arasındakı məsafəni tapın. Bax, deyək ki, bu olsun düz xətt, bu da olsun düz xəttdən 3 sm məsafədə yerləşən bir nöqtə. Yəni, bu perpendikulyarın uzunluğu sizə demək istəyir ki, 3 sm-dir. Buradan 2 mail çəkilmişdir, ikisinin də uzunluğu 5 sm-dir. Deməli, bunun perpendikulyar olduğunu göstərək. Baxın, bu da 5-dir, bu da 5-dir. Bizə deyir ki, bu maillərin, bax, bunu ilə bunun oturacağı arasındakı məsafəni tapın. Birinci növbədə, burada bir düzbucaqlı üçbucaq əmələ gəlib, düzbucaqlı üçbucaqda katet 3, hipotenuz 5 olarsa, deməli, digər katet %100 4-ə bərabər olmalıdır. Maillər bərabərsə onların proyeksiyaları da bərabərdir, yəni eynidir. Onda sizin bu maillərin oturacaqları arasındakı məsafə 4, üstəgəl 4. Düzgün cavab 8 cm bərabər olmuş olur. 16-cı sualda testimizin düzgün cavabı olur 8. Keçək növbəti suala. Baxırıq növbəti suala. Növbəti sualda deyir ki, modulda x üstəgəlsin modulda y bərabər deyil 0-a və 23 çıxılsın bu ifadə, daha doğrusu bu ifadə bərabər deyil 0 olarsa, 23 çıxılsın, bax, bu ifadənin ən kiçik qiymətini tapmağı bizdən tələb edir. Əgər bu ifadənin ən kiçik qiymətini tapmaq istəyirsinizsə, siz bu kəsrin, deməli, ən böyük qiymətini tapmalısınız. Yəni, 23-dən ən böyük qiyməti çıxasınız ki, verilən ifadənin qiyməti sizdən kiçik olsun. Kəsrin də ən böyük qiymətini tapmaq üçün birinci növbədə gəlin kəsri bu formada sadələşdirək. 23 çıxılsın, 5-də 1 vurulsun. Bunu belə yaza bilərik. Modulda x üstəgəlsin y bölünsün. Deməli, modulda x üstəgəlsin modulda y. Modul daxil olan ifadələrdə belə bir qayda xassə var ki, 2 modulun cəmi modulda x üstəgəlsin modulda y böyük bərabərdir. Modul daxilində x üstəgəlsin y şərti hər zaman ödənir. Baxın, indi bu kəsrin qiymətinin, yəni bu ifadənin qiyməti o zaman, xüsusən bu kəsir, o zaman ən böyük qiymət alar ki, məxrəc, yəni modulda x üstəgəlsin y elə modul daxilində x plus y-ə bərabər olmuş olsun. Baxın, yenə edirəm, bunun ala biləcək ən, deməli, özünün ödəyəcəyi ən böyük qiymətində modul daxilində x üstəgəlsin y-də bu kəsirin ən böyük qiyməti olmuş olacaq. Yəni, 23 çıxılsın, bunu yaza bilərsiniz, 5-də 1 vurulsun, burada modulda x üstəgəlsin y, bunu da həmçinin modulda x plus y kimi yazanda, baxın, bu 1 eləyir. 1-i də 5-də 1-ə vuranda 5-də 1 eləyir. Yəni, siz 23-dən çıxmalısınız 5-də 1-i, 0,10-2-ni. Bunun da düzgün cavabı 22,8 alınmış olur. Testimizin düzgün cavabı olur 22,8. Keçək növbəti suala.
Baxırıq 18-ci sual. 18-ci sualda deyir ki, verilən bu diaqramda 2 torbada olan kürəciklər haqqında məlumat verilmişdir. Birinci torbadan təsadüfən 5 kürəcik götürülüb, ikinci torbaya qoyuldu. Bundan sonra hər iki torbadan təsadüfən çıxarılan bir kürəciyin sarı olması hadisəsinin ehtimalları bərabər olarsa, birinci torbadan götürülmüş 5 kürəcikdən neçəsinin qırmızı kürəcik olduğunu tapın. Deməli, baxın, bu olsun birinci torba. Birinci torbada, deməli, 7 sarı var, 8 qırmızı var. Yazaq, sarı 7-dir, qırmızı. Qırmızı nə qədərdir? 8. Deməli, ümumilikdə burada 15 kürəcik var. Baxaq ikinci torbaya. İkinci torbada yenə sarılar var. Bir də qırmızılar var. Sarı 11-dir, qırmızı isə 4-dür. Sarı olur 11, qırmızı isə də olur 4. Burada da 15 kürəcik var. İndi deyir ki, ümumilikdə, baxın, birinci torbadan təsadüfən 5 kürəcik götürülüb, ikinci torbaya qoyuldu. Onda belə çıxır ki, birinci torbada, baxın, 5 kürəcik götürdünüz, 15 çıx 5, 10 kürəcik qaldı. İkinci torbada isə əlavə olaraq 5 kürəcik gəldisə, 15 üstə gəlsin 5, 20 kürəcik oldu. Bizə deyir ki, hər iki torbadan təsadüfən çıxarılan bir kürəciyin sarı olması. Bu torbadan neçə sayda, belə deyək də, sarı kürəcik götürülüb, mən bilmirəm. X sayda sarı kürəcik götürülüb. Onda belə çıxır ki, birincidən sarı kürəciyin çıxma ehtimalı 7 çıxılsın x bölünsün 10 olacaq. Həmin o sarı kürəciklər gətirilib ikinci torbaya əlavə edilibsə, deməli ikinci torbadan sarı kürəcik çıxma ehtimalı 11 üstə gəlsin x bölünsün 20 olmuş olacaq. Niyə 10 və 20? Çünki burada 10 kürəcik qaldı, burada 20 kürəcik oldu. Deyir, bunlar bir-birinə bərabər olmalıdır. Burada hər ikisində sıfırları ixtisar aparıb çarpaz vurursunuz. 2-ni vurursunuz, 7 çıxılsın x-a. Eləyir 14 çıxılsın 2x bərabərdir. 1-i vurursunuz, 11 üstə gəl x-a. Eləyir 11 üstə gəl x. Buradan 14 çıx 11, 3 bərabərdir. X üstə gəl 2x. 3x-a, deməli x bərabərdir 1 olmuş olacaq. Baxın, x əgər 1-dirsə, deməli götürülən 5 kürəciyin, çünki bizə deyirdi axı təsadüfən, baxın, 5 kürəcik götürdüm. Götürülən 5 kürəciyin biri sarıdırsa, yerdə qalanı, yəni 5 çıxılsın 1, 4-ü qırmızı kürəcik olmuş olacaq. Yəni 18-ci sualda testimizin düzgün cavabı olur 4. Keçək növbəti suala. Baxırıq 19-cu suala. 19-cu sualda deyir ki, verilən bu inteqralı hesablayın. Birinci növbədə deməli sərhədlər mənfi pi bölünsün 2-dən müsbət pi bölünsün 2-yədir. Yazaq, mənfi pi bölünsün 2-dən müsbət pi bölünsün 2-yə. İnteqralın içərisinə baxsaq, 2-də 1 üstə gəlsin kosinus 2x. Bu bizə kosinus kvadrat x-i vermiş olacaq. Kosinus kvadrat x, deməli dx təbii ki, kök altında. Bu da bərabərdir. Yenə mənfi pi bölünsün 2-dən, müsbət pi bölünsün 2-yə. Bu modul daxilində, daha doğrusu kök altında kosinus kvadrat x-dan modulda kosinus x çıxacaq. İndi biz bunu moduldan xilas etmək üçün müsbət və ya mənfi olduğunu bilməliyik. Sərhədlərə diqqət yetiririk. Mənfi pi bölünsün 2-dən, müsbət pi bölünsün 2-yə. Deməli, 4-dən 1-ə. Baxın, bu aralıqda kosinus nədir? Müsbətdir. Müsbətsə olduğu kimi çıxacaq. Yəni, mənfi pi bölünsün 2-dən, müsbət pi bölünsün 2-yə. Kosinus x dx bərabərdir. Kosinusun da intervalı olacaq sinus x. Yəni, sinus x sərhədləri olur mənfi pi bölünsün 2-dən, müsbət pi bölünsün 2-yə. Gətirib birinci bərabərdir. Əvvəl yuxarı sərhəddə yazıram. Sinus pi bölünsün 2, çıxılsın indi aşağı. Sinus mənfi pi bölünsün 2. Sinus pi bölünsün 2-də 1 qiymətini alır. Bu mənfi keçir qabağa üstə gəl olur. Yenə pi bölü 2-də 1 qiymətini alır. 1-lə də 1-i toplayanda testimizin düzgün cavabı 2-yə bərabər olmuş olur. Belə, keçən növbəti suala. Baxırıq 20-ci suala. 20-ci sualda deyir ki, A-nın hansı ən kiçik tam qiymətində verilən bu tənliklər sisteminin x-y həlli üçün x böyükdür 0, y böyükdür 0 şərtləri ödənər. Birinci növbədə siz bunları tərəf-tərəf toplasaz, deməli y-lar gedəcək. Olacaq 2x, 2x bərabərdir 3a çıxılsın 4-ə. Buradan x-i tapmaq üçün 3a çıx 4-ü bölməliyik 2-yə. Bu da sizə deyir ki, x böyükdür 0 şərti ödənməlidir. Deməli, bu ifadəni böyükdür 0 edin. Onda burada 3a çıx 4 böyükdür 0 olacaq. 3a böyükdür 4-dən. Deməli, a böyükdür 4 bölünsün 3. Yəni 1/3'də 1 olmuş olacaq. Bu birinci. Keçirəm. Bunları tərəf və tərəf bir-birindən çıxsam, bu dəfə x-lar gedəcək. Olacaq müsbət 2y bərabərdir. A çıxılsın 12-yə. Bir dəfə tərəf və tərəf toplayıb bir dəfə çıxmalısınız. Buradan da y bərabərdir. A çıxılsın 12 bölünsün 2 alınmış olacaq.
Və bu şərtdə böyükdür 0 olmağı üçün mən böyükdür 0 yazıram. Deməli, A çıx 12 böyükdür 0 olacaq. Buradan da A-nın qiyməti böyükdür 12 ödənir. Hər ikisini gətirib ədəd oxu üzərində göstərsək, deməli, bura olacaq 1/3-də 1, burada olacaq 12. Biri var 1/3-də 1-dən böyüklər, bir də var 12-dən böyüklər. Hər ikisinin ortaq, yəni həm yuxarının, həm aşağının ortaq işlənən hissə 12-dən müsbət sonsuzluğa olmuş olacaq. Təbii ki, 12-nin özünü ala bilmir. Buna görə A-nın hansı ən kiçik tam qiymətində? Düzgün cavab 13 ən kiçik tam qiymətində. Baxın, verilən bu şərtlər ödənmiş olacaq. Deməli, 20-ci sualda testimizin düzgün cavabı olur 13. Bax, bu da bizim deməli, sınavımızın sonuncu sualının izahı olmuş oldu. Bir daha xatırlatmaq istəyirəm ki, əgər sizlər də paylaşılan bu cür sınaqlardan həm ödənişli, həm də ödənişsiz dərslərimizdən faydalanmaq istəyirsinizsə, burada ekranda gördüyünüz 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videonu bəyənmək və kanalımıza abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.